Deməli, böyüyəndə kim hansı peşənin sahibi olmaq istəyir? Mən polis olmaq istəyirəm. Mən həkim olmaq istəyirəm. Mən dənizçi olacağam. Mən böyüyəndə əsgər olacağam. Vətənimizi qoruyacağam. Mehdi, oğlum, böyüyəndə bəs sən kim olmaq istəyirsən? Mən hələ qərar verə bilmirəm. İstəsən mənim balam, bütün peşələrin sahibi ola bilərsən. Necə? Mən dərzi oldum, rəssam oldum, hərbiçi oldum, polis oldum, əskər oldum. Bana necə bacardın? Müəllim oldum.